Bəli, keçək müzakirəmizə, çünki az öncə səsləndirdiyim son dəqiqə xəbəri də önəmli istiqamətlərdən biridir. Həqiqət payı varmı? Bunu qonağımızdan soruşaq. Canlı bağlantıda Milli Məclisin üzvü Azər Allahveranov bizi gözləyir. Salamlayıram sizi Azər bəy. Salam, hər vaxtınız xeyir. Aksiyosun bir iddiası var. Birləşmiş Ştatlar rəsmilərinə istinadən deyir ki, Birləşmiş Ştatlar İrana son zərbəni endirəcək. Bunu nə ilə, hansı istiqamətdə? İranın Xarq adasına və Əbu Musa adasının tutulmasıdır və quru əməliyyatlarının başlaması ilə ölçür. İkinci bir istiqamətdə İranın neft tankerlərini ələ keçirməyi planlaşdırır, nüvə və enerji təsisatlarına da zərbə hədəflənir deyə bu mənbələrin verdiyi məlumatdır. Siz necə təhlil edirsiniz? Sadaladığım istiqamətlərdə biz mümkün variantları görəcəyik mi yaxın zamanda? Əslində bu Axios informasiya agentliyinin son zamanlar verdiyi məlumat sanki müəyyən mənada müəyyən dairələrdən sızan informasiya əsasında olur çox zaman və bu onu deməyə əsas verir ki, əslində bu ssenari üzrə proseslərin baş verəcəyini təxmin etmək olar. Ən azından yəni masa üzərində bir neçə ssenari var. Yəni indi hal-hazırda ABŞ prezidenti Donald Trump'ın qoyduğu 5 günlük ultimatum müddəti bitmək üzrədir və eyni zamanda da o da bəllidir ki, müxtəlif kanallar üzərindən daha çox burada Pakistanın adı hallanır və Pakistanın yüksək hərbi ranglı şəxsi vasitəsilə məlumatın eyni zamanda İrana çatdırılması, xüsusilə söhbət ABŞ-ın deməli irəli sürdüyü şərtlər toplusundan gedir. Onun çatdırılması baş veribdir və hərçənd ki, İran tərəfi də bunu bir növ təqzib edir. Amma reallıq onu deməyə əsas verir ki, pərdə arxası, yəni kuluarda müəyyən təmaslar və kontaktlar var və o 5 günlük ultimatum müddəti bitdikdə təbii ki, ABŞ daha ultimatumun müddətinin sonunda İranın atacağı addımlardan asılı olaraq bir neçə ssenari üzrə hadisələrin baş verəcəyini təxmin etmək olar ki, Xarq adası ətrafında gedən proseslər də onlardan biri ola bilər. Ən azından söhbət ondan gedir ki, biz nəzərə alsaq ki, Xarq adası bu faktiki olaraq İran üçün və İrandan daşınan neftin və sıxışdırılmış təbii qazın təqribən 90%-nin tranziti üçün istifadə olunan böyük bir neft-qaz infrastrukturu hesab olunur və nəzərə alsaq ki, ABŞ faktiki olaraq həmin adaya endirdiyi, əvvəlki günlərdə endirdiyi zərbələrə diqqət yetirsək, daha çox hərbi təyinatlı obyektlər üzərində olubdur. Misal üçün, neft rezervuarları və qaz infrastrukturuna zərbələr endirilməyibdir. Bu deməkdir ki, ABŞ sanki İranı xəbərdarlıq etməklə yanaşı, eyni zamanda neft və qaz infrastrukturunu vurmamaqla o ümumi dünya miqyasında gərginliyə səbəb olmayacaq bir vəziyyətin yaradılmasında maraqlıdır. Çünki hərçənd ki, Hörmüz boğazı üzərində də gedən proseslər onu deməyə əsas verir ki, kifayət qədər dünya üçün mühüm əhəmiyyət kəsb edən bu iki nöqtə, həm Xarq adası, həm də ki, Hörmüz boğazı, bu bəlkə də ola bilsin ki, bu müharibənin ən əhəmiyyətli bir mərhələyə daxil olduğunu göstərən bir halda. Hətta mən yadımdadır ki, zamanında bu məsələlərlə bağlı şərhimi verərkən xüsusilə bildirdim ki, neft və qaz yataqları və o cümlədən infrastrukturu, tranzit, logistika marşrutları üzərində nəzarətin tətbiq olunması üçün başlanacaq istənilən hərbi əməliyyat bu faktiki olaraq müharibənin 3-cü mərhələsinin başlaması demək olacaqdır. Çünki burada quru əməliyyatların keçirilməsini qaçılmaz edir. Çünki Xarq adasında da və Hörmüz boğazında da nəzarətin əgər tətbiq olunmasında ABŞ çox israrlıdırsa, bu quru əməliyyatların həyata keçirilməsi vasitəsilə baş verə biləcək bir prosesdir. Çünki fikir versəz, əgər ümumiyyətlə Xarq adasının ABŞ qoşunları tərəfindən nəzarətə götürülməsi, bu faktiki İranın neft satışından və qazın ixracından əldə olunan küllü miqdarda maliyyə axınları üzərində də nəzarətin tətbiq olunması və bu axınların qarşısının alınması deməkdir İran üçün faktiki olaraq.
və nəticə etibarilə də belə olduğu təqdirdə Hörmüz boğazı məsələsi çıxır, yəni ikinci mərhələdə. Çünki Xark üzərindən daşınan neft və təbii qaz faktiki olaraq Hörmüz boğazı üzərindən keçir. Yəni Xark adasının quru əməliyyatlar nəticəsində tutulması Hörmüz boğazından daşınan və müəyyən mənada da bəlkə də ola bilsin ki, Hörmüz boğazının aktuallığını bir qədər zəiflətmiş olur. Çünki bu Hörmüz boğazı üzərində artıq Xark adası tutulduqdan sonra İranın neft və qazının daşınması mümkün olmayacaqdır. Belə olduğu təqdirdə İran daha sərt addımlar atmağa başlaya bilər ki, bu da bilavasitə Hörmüz boğazının bütövlükdə bağlanması ilə nəticələnirlər və belə olduğu təqdirdə də yenə də dünya bazarında o gərginliyin yaşanması həm də ABŞ-ın əsas tərəfdarları olan Avropa ölkələrini çox çətin vəziyyətə qoymuş olur. Yaponiyanı, Cənubi Koreyanı, təbii ki, Çinlə və Hindistan da bu prosesdən kənarda qala bilmirlər. Çünki faktiki olaraq Çin də, Hindistan da real Hörmüz boğazının benefisiarları hesab olunur. Yəni hadisələrin bu ssenari üzrə baş verməsi də təbii ki, mümkündür, amma ümid edək ki, yəni quru əməliyyatlar olmayacaq. Çünki quru əməliyyatların başlaması istənilən halda böyük gərginliklərə və böyük tələfatlara səbəb ola biləcək bir hadisədir. Azər bəy, bu müharibə başlamamışdan öncə ilkin olaraq Birləşmiş Ştatlardan açıqlama gəlirdi ki, bizim əsas məqsədimiz İranla danışıqlardan söhbət gedir, nüvə ilə bağlı məqamdır. Bundan öncə Venezuela məsələsi olanda çoxları dedi ki, neft ehtiyatlarına görə təbii ki, maraq var. İranda da neft ehtiyatı çoxdur. Ola bilsin ki, bu da Birləşmiş Ştatların əsas hədəflərindən biri olsun. Ancaq digər ekspertlər də çoxu dedi ki, Birləşmiş Ştatların əslində buna ehtiyacı yoxdur neftlə bağlı məqamda. Ola bilsin, regionda müəyyən bir idarəçilik və nüvə məsələsi daha çox gündəmdə ola bilər deyə. Amma indi gələn xəbərlərə əsasən biz bu qənaətə gələ bilərmi? Bir xəbəri oxuyum, ardınca bunun üzərində də dayanaq. Birləşmiş Ştatlar münaqişənin dayandırılması ilə bağlı İran ilə istənilən mümkün razılaşma çərçivəsində bu ölkənin neftinə çıxış əldə etmək istəyir. Wall Street Journal'ın Washington administrasiyasındakı mənbələrə istinadən verdiyi bir məlumatdır. Deyilənə görə Donald Trump müşavirlərinə Tehranla mümkün sazişin tərkib hissəsi kimi Birləşmiş Ştatların İran neftinin müəyyən hissəsinə çıxışının təmin edilməsi ideyasını da səsləndirib və qeyd edib ki, hazırda bu istiqamətdə konkret bir plan hazırlamayıb. Amma görünən odur ki, əsas məqsədlərdən, hədəflərdən biri də məhz elə bu idi deyə bilərik Azər bəy. Müharibənin gedişatında hədəflərin biz tez-tez dəyişdiyini biz gördük. Yadınızdadsa müharibə ABŞ-ın 4 şərti üzərində başlamışdı ki, onlardan da biri siz qeyd elədiniz, yəni nüvə proqramları ilə bağlı idi. İranın nüvə proqramları. Digər bir məsələ İranın siyasi rejiminlə bağlı idi. Digər bir başqa bir şərt yadınızdadırsa proksi qüvvələrlə bağlı idi ki, yəni faktiki olaraq ABŞ dəfələrlə bunu müxtəlif səviyyəli görüşlərdə dilə gətirdiyi şərtlərini sonda olaraq 4 şərt formatında İran qarşısında qoydu və müharibə də faktiki bunun üzərinə başladı. Orada fikir versəz, kritik infrastruktur, neft və qaz ixracı üzərində, kanalları üzərində nəzarətin tətbiq olunması və ya tranzit yüklərin Hörmüz boğazından daşınması məsələsi, yəni o şərtlər arasında yox idi. Amma müharibənin gedişatı zamanı tərəflərin xüsusilə də bir-birinə qarşı asimetrik zərbələrin endirilməsi və digər yeni arsenalda olan, amma bəyan edilməyən silah növlərindən istifadə olunması və eyni zamanda burada İrana ABŞ və İsrail tərəfindən sarsıdıcı zərbələrin endirilməsi istər-istəməz artıq müharibənin gedişatına da təsir edən yeni şərtlərin meydana çıxmasına gətirib çıxartdı. Sizin qeyd elədiyiniz məsələ, hansı ki bilavasitə neft və qaz yataqları ilə və ya onun ixracı ilə bağlı olan məsələdirsə, burada da Hörmüz boğazından faktiki olaraq İran bir təsir rıçağı kimi istifadə etməyə başladı. O günə qədər ki, Hörmüz boğazı ətrafında müəyyən məsələlər sadəcə olaraq verbal gərginlik şəklində özünü bir üzə verirdisə, yəni deyək, Hörmüz boğazının məhdud şəkildə bağlanılması, qapadılması və ya tranzitlər üzərindən, tranzitlə daşınan yüklər üçün hansısa bir maliyyə ödənişlərinin edilməsi və digər məsələlər gündəmə gəlməyənə qədər fikir versəz, Xark adası da, Hörmüz boğazı ətrafında da çox ciddi gərginliklər yox idi. Nə zaman ki bu baş verdi, çünki bu da İran üçün çox ciddi bir rıçaq idi, təsir rıçağı idi və İran bundan da istifadə etməyə başladı. Məqsəd də nə idi? Birincisi, o gərginlik
gərginliyin coğrafiyasını böyütmək, daha çox yeni dövlətlər, xüsusilə də Fars körfəzinə daxil olan və ABŞ-ın və o cümlədən də elə İsrailin özünün də müəyyən mənada tərəfdaşı, yəni İbrahim sövdələşmə sazişləri üzərindən olan tərəfdaşlarına da təsir edəcək bir vəziyyətin yaranmasına gətirib çıxardacaq bir məqsədini daşıyan bir siyasətin yürütdüyünü də biz gördük. Elə Hörmüz boğazı ətrafında da. Amma eyni zamanda burada Çin, Hindistan da var. Mən onların adını əbəs yerə çəkmədim burada. Çünki Çin, Hindistan bu prosesdə yəni maksimum İrana dəstək göstərə biləcək ölkələrdir ki, bunlar siyasi müstəvidə bunu edirlər. Hərçənd indi verbal şəkildə Rusiyadan da dəstək gəlməkdədir. Amma yaranmış vəziyyətdən Rusiyanın faydalanma imkanları daha çoxdur. O ki, qaldı NATO-ya üzv olan ölkələr, Avropa ölkələri, hansılar ki, bugün ABŞ-ın strateji tərəfdaşları hesab olunur. Onlar eyni zamanda burada dilema qarşısında qalırlar. Bir tərəfdən NATO öhdəlikləri var. Sizin qabaqki reportajda siz bunu qeyd elədiniz. Orada NATO-nun 5-ci maddəsinə, əgər NATO-ya üzv olan ölkənin ərazisinə təhdid varsa, belə olduğu təqdirdə NATO müharibəyə daxil olur. İndi belə bir cəhdləri kimsə eləmək istədi, bilərəkdən ya bilməyərəkdən, amma Türkiyə bu məsələdən çox uğurlu şəkildə yayına bildi ki, ən azından o eskalasiya baş verməsin. Eskalasiya baş verdiyi təqdirdə Avropa ölkələri bu prosesə laqeyd qala bilməzdilər. Çünki NATO-nun üzvü olaraq, söhbət Avropa İttifaqının üzvü olan ölkələrdən və olmayanlardan, hansılar ki, NATO-nun üzvləridir. Belə olduğu təqdirdə təbii ki, biz görərdik ki, coğrafiya böyüyür. ABŞ-da da bunu çox gözəl dəyərləndirirlər. Konqresmenlər də Senatda, Konqresdə və digər, hətta Respublikaçılar Partiyasının tərəfdarları da var ki, daha sonra üzvləri var ki, hansılar ki, Donald Trump'ın hər zaman fikirlərinə və mövqeyinə dəstək verici fikirlər söyləyirlər. Amma bugün onlar da eyni zamanda müharibənin iqtisadi tutumu və həcmləri barədə müəyyən fikirlər söyləyirlər. Elə bu günlərdə informasiya yayıldı ki, təxmini hesablamalara görə ABŞ faktiki olaraq 5 gün ərzində ABŞ-a məxsus olan o raket arsenalının və digər silah-sursatın təqribən illik, yəni limit deyək də, illik limitini sərf etmişdi. Yəni bu təbii ki, iqtisadi cəhətdən də və təbii ki, ölkənin müdafiə sisteminin təkmil şəkildə qurulması baxımından olduqca vacib bir hal hesab olunur. Və belə olduğu təqdirdə sizin sualınıza bilavasitə gəldikdə neft və qaz tranziti üzərindən, neft və qaz axınları üzərində nəzarətin tətbiq olunması, bu da əlavə bir rıçaq kimi dəyərləndirə bilər. Əgər deyək, fərz eləyək, ABŞ bu niyyətinə çatarsa, təbii ki, bu İran üçün çox ciddi bir itki kimi dəyərləndirilə bilər. Və nəzərə alsaq ki, bugün artıq ABŞ-ın irəli sürdüyü İranla bağlı olan şərtlərin arasında Hörmüz boğazı xüsusilə göstərilməkdədir. Siz qeyd elədiniz nüvə proqramı. O da orada konkret olaraq göstərilməkdədir və eyni zamanda proksi qüvvələrdir. Yəni digər şərtlər yəni qüvvədən düşməyiblər. Yəni bugün onlar da şərt olaraq dilə gətirilməkdədir. Amma məsələyə bir qədər geniş kontekstdə baxanda görürük ki, burada geostrateji, geoiqtisadi, geosiyasi əhəmiyyət daşıyan bir çox proseslər baş verməkdədir ki, burada ümumi dünyanın enerji təhlükəsizlik çətirinə bu və digər formada təsir edə biləcək bir proses. İran birinci beşliyə daxil olan dövlətlərdən biridirsə, ümumdünya miqyasında təbii ki, ABŞ da, o cümlədən də İsrail, İranın bu rolunu bir qədər zəiflətməklə nəticə etibarilə onun mümkün resurslarının tükəndirilməsinə və ya resursların üzərində tətbiq olmasını gətirib çıxarda bilər. Təşəkkür edirəm. Azər bəy, minnətdaram təhlilləriniz üçün. Milli Məclisin üzvü Azər Allahveranov idi canlı bağlantıda. Gələn açıqlamalar üzərindən danışdıq ki, məhz Birləşmiş Ştatların əsas hədəflərindən biri də neftlə bağlı nəzarəti də ələ keçirməkdir İranı. Bununla bağlı bir iddialar üzərindən səsləndirildi.